dostlar, bu cələsə Qarabağ şikəstəsinin namuzişinə başlayıram. Qarabağ şikəstəsi bizim ritmik muğamlarımızdan biridir. Bu ahəngdə kökümüzü fa eləmişik. Əlbəttə, la kökündə də çalmaq olar. Vəli tədrisdə feilən fa kökündədir bizimki. As simlərimiz, tiyuneldə gördük, orta sim, və üst sim, do simlərimiz. Keçək indi notların üzüylə amuzişinə mizan be mizan və mizrab be mizrab. Bu ahəngdə nə mənəsi işlətsək mənzurumuz si bemoldur. Pəs si bekara işimiz yoxdur. Fəqət nə mənəsi desəm mənzurum si bemoldur. Birinci barmaq si bemoldadır, ikinci barmaq dodadır. Ya billəq 2 ya 3-cü barmağı qoyaq. Bu halətdə də tuta billəq və bu halətdə 3-cü barmağının feilən tədris olunur. Taratan mizrabın örgəşmişik müqəddəmatı 8 cələsəmizdə. Mizrablar örgəşmişik ki, biri taratan mizrabı idi, yəni rast, çəp, rast. Taratamı icra eləsək as simlərdən rast, çəp, rast. Yəni, poştər həm çalanda o kələmi taratamı deyirsiniz. Taratam. Bu taratan mizrabın dodan başlayırıq. Birinci barmaq si bemoldadır. Do, si, do. Doda rastı vururuq. Si bemolda çəp. Bu bar üçünlə doda rast. Pəs oldu. Əvvəl qədəmimiz do, si, do. İki poştər həm çalınanda 3 mizrab belə olur. Do, si, do. Do, si, do 2 dəfən təkrar olunacaq bu mizanda. Yəni 2 dəfən poştər həm do, si, do çalırıq. İdamədə doda rastı vururuq. Üçünə qalxırıq fada. Rast mizraf vurub. Sukut da eləyə bildik, ya sukutun əvəzinə üst sim dua vura bildik. Bəs oldu do, fa, do, ya, fa, sukut. Bu halət. Mən do vurdum. Bəs bu 2 mizanı poştər həm aram çalsam belə olur. Do, si, do, do, si, do, do, fa, do. Bu əvvəl mizan və ikinci mizan oldu. İndi gedək mizanı bədiyə. Yenə do, si, do, örgəşlik taratam halətdə. İdamədə yenə taratam.